Pul vəsaitinin hərəkəti haqqında hesabatda hesablama tələb edilən yerlər nələrdir? Bir dənə onları da qeyd edeyim sizin üçün. Hesablanmalı hissələr, yəni nələrin düsturuna fikir verməliyik. Bir yoldaş da fikir verin, ödənilmiş mənfəət vergisi. Bir bunun düsturunu bir yaxşı öyrənməlisiniz. Bayaq biz cari vergi, təxirə salınmış vergi aktivi yazdığımız. 2. TTA-nın satış əməliyyatlarına yaxşı baxın və TTA-nın alış əməliyyatlarına yaxşı baxın. Mütləq şəkildə sizə lazım olacaq. 4. Səhmdar kapitalında artım, azalmaya yaxşı baxın. Mütləq şəkildə sizə lazım olacaq. 5. Ödənilmiş dividenda baxın. Sizə mütləq lazım olacaq. 5 dənə düsturu yaxşı vəziyyətdə mənimsəsəz, normal şəkildə düsturunu yadınızda saxlasaz, hansı ki, bayaq mən TTA-nın satışını da göstərdim, alışını da göstərdim, səhmdarı da göstərdim, mənfəət də göstərdim, dividend də göstərdim. Punktlarda var. Bir dənə bu 5 dənə punktu yaxşı vəziyyətdə mənimsəsəz, yaxşı öyrənsəz, yerdə qalan şeylər sadəcə götür və yerinə qoy. Yəni copy paste belə deyim də. Orada heç bir məntiqə, düşünməyə, heç nəyə ehtiyac yoxdur. Çox rahat şəkildə biz götürürük, yerinə qoyuruq. Sadəcə mənfi müsbətinə diqqət eləmək şərti ilə. Yerdə qalan şeylər çox sadədir.